kasıbçılıqla boğuşan bir gənc həyatını dəyişmək üçün son ümidini bir elanla tapdı. Amma bu sadə iş değildi. Bu hiləgər sistemin başlanğıcı idi. Yad ölkədə, tanımadığı küçələrdə onu aldırılmış arzular, saxta vədlər və ölümcül oyun gözləyirdi. Esir aldılar. Kurtaramadılar. Gözlərinin önündə günahsız uşaqlar öldürülürdü. Qadınların çağrışları qaranlıq küçələrdəki səda verdi. Hər küncdə, hər an ölüm pusqudaydı. Qovulmalar, silah səsləri, xəyanət və sağ qalmaq uğrunda mübarizə. Bu artıq sadəcə bir qurban deyildi. Hiləgər sistemin içində ya döyüşəcəkdi, ya da yox olacaqdı. Hər addımında gerçək yüzünü göstərən bir dünya və bir gəncin sarsılmaz hekayəsi. Hiləgər sistem çox tezliklə